Siz Beydullah Manafovu tanıyırsınız dostlar. Beydullah müəllim Amerikada yaşayır. Yaşlı adamdır. Mən Azərbaycanda tanıdığım belə də politologlar arasında hörmət elədiyim adamlardan biridir. Vaxtım olduqca onu sevə-sevə dinləyirəm. Baxmayaraq ki, vaxtilə mənim haqqımda nəsə danışırdı, qoşulmuşdu o da Əli Kərimli ilə. Onun bir çıxışı var. Çox fikirləşdim, belə qərara gəldim ki, onu mütləq sizə mən təqdim etməliyəm. Mənə deyirlər ki, sən vətəni sevmirsən, sən dövlətini sevmirsən, sən Azərbaycan xalqını sevmirsən, sən vətənpərvər deyilsən, sənin masanın üstündə Azərbaycan bayrağı yoxdur, sən hörmət etmirsən Azərbaycan millətinə, sən hörmət göstərmirsən Azərbaycanın tarixinə və s. və s. Başa düşürsünüz də söhbət nədən gedir. İndi gəlin, əyri oturaq düz danışaq. Siz ki, bir dövlətə vətən deyirsiniz, mənə o vətən deyil. Ona görə ki, mən özümə vətəni seçmişəm 33 il bundan qabaq. Köçmüşəm Amerikaya. Amerika mənim vətənimdir. Mənim torpağımdır. Mənim arxamda duran bir ölkədir. Azərbaycan dövlət deyil. Azərbaycanı axırıncı, mən deyərdim, 30 ildə Elçi bəydən tutmuş Heydər Əliyev və onun oğlu savadsız İlham Əliyev çeviriblər fahişəxanaya. Ona dövlət deməzlər. Ona deyərlər qoyunçuluq ferması. İndi istəyirsiniz mənlə razılaşın, istəyirsiniz razılaşmayın. Bu mənim fikrimdir. Mənə demək ki, sən fikrini dəyiş, bu tərbiyəsizlikdir. Mən axı sizdən tələb etmirəm ki, siz fikrinizi dəyişəsiniz, mənim arxamca gələsiniz. Xeyr, oturun yerinizdə, için məxməri çayınızı, İlham Əliyevi alqışlayın, Mehribana deyin ki, siz ölkənin birinci xanımısınız. Əgər sizin birinci xanım bu gündədirsə, yerdə qalan xanımlar nə gündədir? Buna siz vətən deyirsiniz. Tüpürərəm belə vətənə. Bu vətən deyir ki. Deyirsiniz, millətin tarixi ilə maraqlanmırsan və yaxud təhqir edirsən milləti. Millət var. Azərbaycanda millət olsaydı, axırıncı yüzildə Məhəmməd Əmin Rəsulzadədən sonra